Bismillahirrahmanirrahim. Bugün Əhl-i Beytin kəriməsi İmam Musa Kazım əleyhissalamın qızı, İmam Rıza əleyhissalamın bacısı, xanım Məsumənin mövlud günüdür. Bu münasibətlə bütün Əhl-i Beyt sevərləri təbrik edirəm. Hz. Məsumənin məqamı barəsində bir çox hədislər rivayət olunub məsumlar tərəfindən. Hədislərin birində Peyğəmbər sallallahu belə buyurur: "Canımın yarısı qumda dəfn olunacaq. Mənim bədənimin bir parçası qumda dəfn olunacaq. Hər kim onun məqamını tanıyaraq ziyarət eləsə, behişt ona vacib olar." Qeyd eləmək lazımdır ki, Allah Rəsulundan yalnız iki şəxsin barəsində canımın bir parçası ifadəsi işlənmişdi. Biri Həzrəti Zəhranın barəsində, biri də xanım Məsumənin barəsində. Bir gün qumun böyüklərindən biri Səd adlı bir şəxs Həzrəti İmam Rıza əleyhissalamın ziyarətinə gedir. İmam Rıza əleyhissalam ona buyurur: "Səd, sizin yanınızda bizə aid olan qəbir var." Səd deyir: "Canım sənə fəda olsun. Musa İbn Cəfərin qızı Fatimənin qəbrimi, yəni xanım Məsumənin qəbrini qəsd edib deyirsiniz?" İmam Rıza əleyhissalam buyurdu: "Bəli, hər kim onun haqqını tanıyaraq ziyarət eləsə, behişt ona vacib olar." Bəli, Həzrəti Məsumə behişt yolunun ən gözəl vasitələrindən biridir. İmam Rıza əleyhissalamdan xanım Məsumənin ziyarətində maraqlı bir cümlə işlənmişdi. Buyurulur ki: "Ey Fatimə, behiştə getməyim üçün mənə Allah yanında şəfaət et. Həqiqətən sənin Allah yanında uca bir məqamın var." Bəli, Həzrəti Məsumə səlamullah əleyha behiştə getmək üçün ən gözəl şəfaətçilərdən biridir. Bütün müsəlmanlara, xüsusən Əhl-i Beyt sevərlərə o xanımın şəfaətinin nəsib olmağını Allahdan diləyir. Allah Taala bizə bu böyük neməti ruzi eləsin. Bir daha bayramımız mübarək olsun.